Faşizm üzərində qələbə günü mayın 9-da tədbirdə SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Salih Səmədov dərhal saxlanılıb. Səbail rayon məhkəməsi Salih Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qəti imkan tədbiri seçib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham edilir. Əlavə edək ki, mayın 13-də Salih Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub. Ağsaqqallar Şurasının idarə heyətinin yaydığı məlumata görə Salih Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib. Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. Yaxınlarının verdiyi məlumata görə Salih Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.